Uşaqlar, bugün texnologiyadan dərsimiz nahar süfrəsinin hazırlanmasıdır. Siz mənə deyə bilərsinizmi? Nahar vaxtı nə vaxtdır? Günorta. İndi bəli, 12-dən sonra deməli nahar vaxtıdır. Nahar vaxtı deməli hər bir uşaq, hər bir valideyn ailə üzvləri ilə birlikdə nahar süfrəsinə əyləşib günorta naharını eləyirlər. Eləmi uşaqlar? Bəli. Siz mənə deyə bilərsinizmi? Nahar süfrəsində nələr olur? Süfrəni necə hazırlayırlar? Kim deyə bilər mənə? Qəmzə de görüm. Nahar süfrəsində nə olur? Mənim çörək olur, yemək olur, kola olur, sonra salat olur, stəkan olur. Deməli, süfrəni nahara uyğun bəzədilməsidir, eləmi? Bəli. İndi mən baxım görüm qruplar süfrələrin necə nahara uyğun bəzəyiblər. Hansı yeməkləri gətirib nahara uyğun. Afərin mənim balalarım. Çox gözəl. Deməli, çox gözəl, çox gözəl. Sizin deyin görüm uşaqlar, xoşlamadığınız bir yemək varmı? Mən Azər, de görüm sənin xoşlamadığın yemək varmı? hamısını. Bütün yeməkləri xoşlayırsan, eləmi? Sən bugün nə gətirmisən nahara? Mənim ət gətirmişəm, Aha. salat gətirmişəm, Çox çörək gözəl. gətirmişəm, Çox gözəl. karpuz gətirmişəm. Nuş olsun oğlum, çox gözəl. Çox gözəl. Aha, bu da bu qrupun süfrəsi. Çox gözəl. Nahidin gətirdiyi lap nəzəri cəlb edən səliqəli görünüş olaraq səliqəli vəziyyətdə. Nuş olsun hər birinizə uşaqlar. Hər birinizə uşaqlar nuş olsun. Mən süfrələrin səliqəsinə də diqqət edirəm ki, görək kimin, hansı qrupun süfrəsi daha rəngarəngdir, daha bolluqdur, səliqəyə uyğundur. Deməli, ikinci qrupun İkinci qrupun süfrəsi, düzülüşü mənim çox xoşuma gəldi. Həm səliqəsi, həm düzülüş olaraq mənim çox xoşuma gəldi. İndi uşaqlar, nuş eləyin. Əl-üzü yəqin ki, gigiyena qaydalarına əməl eləmisiniz, əllərinizi təmiz yumusunuz. İndi süfrəyə əl uzada bilərsiniz. Hər birinizə nuş olsun. Yeyin uşaqlar. Sağ olun.